növbəti bir idmançı qonağımızı dəvət etmək istəyirik. Dünya Avropa çempionu, profesional döyüşlərin qalibi Sərhəd Quliyev bizimlədir. Sərhəd, xoş gəlib. Xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür ederim. Sabahınız xeyir olsun, gününüz uğurlu olsun. Buyurun, əyləşin. Əlbəttə, bir idmançı kimi sizin də bugün fikirlərinizi alacaq. Bugün mövzumuz musiqidir. Musiqinin vətəni, vətənin musiqisindən danışırıq. Amma biz sizlərlə idman haqqında danışmaq istəyirik bu günləri. Sizi bilirik ki, dünya və Avropa çempionu və illərdir bu işdəsiz, bu sahədəsiz. Bu barədə biraz danışasınız. 93-cü ildə idmanla məşğulam. Dünya Avropa çempionu yarışlarında iştirak eləmişəm. 2006-cı ildən profesional döyüşlərə qatılmışıq. Dünya döyüşlərində, dünya çempionatı, Avropa çempionatlarına qatılmışıq. Və bugünkü gündə də bir idmançı olaraq vətənin keşiyində duran əsgərlərimizə də öz federasiyamızın adından da dəstək olmağa və gedib vuruşmağa, ön cəbədə döyüşməyə, canımıza da keçməyə hazırıq. Və biz bugünü gözləyirik ki, bizim cənab prezidentimiz İlham Əliyev əmrini gözləyirdi ki, bugün işğal olan torpaqlarımızı ermənilərdən azad eləyək. Çünki çox idmançılarımız gedib, oradadılar, döyüşlərdədirlər. Bəli, bugünkü gündə biz də hazırıq gedib döyüşməyə, torpağımız uğrundadır, bizim torpağımızdır. Burada biz əgər bir Azərbaycan Respublikasının vətəndaşıysa, bugün Azərbaycan Respublikasının idmançıysa, övladıysa, bu torpağın suyunu, çöyəni yerisə, əlbəttə biz gedib döyüşməliyik, torpağımızı azad etməliyik. Və bugünkü gündə də bizim də federasiyamızın müəllim heyətləri, idmançıları var, Dünya Avropa çempionları var. İbadov Rəşad müəllim federasiyamızın baş hakimidir. Gəranboyda, Tembolda hamı çox gözəl bilir ki, ermənilərin zəifliyi bugünkü gündə rayonlarımıza da mərmilər atırlar. Artıq buradan bəlli olur onların zəifləri. Bəli, onların zəifliyi buradan görünür ki, bizim əskərlərlə vuruşa bilmirlər. Artıq din sakinləri raketlər atırlar. Bugünkü gündə də Gəranboyda da müəllimlərimiz var ki, onlar da vuruşmaq istəyirlər. Yalçın müəllim var Gəranboyda və onlar da bir dəqiqə bizlə bərabər hazırdılar torpaqlarımız uğrunda döyüşməyə. Sərhəd, əslində idmançılar elə hər yarışlarda deyək ki, düşmənlə də siz rəqib olaraq çıxışlar edirsiniz və Azərbaycanımızın yetərincə idmançıları var ki, ermənilərə yetərincə qalibiyyətini, belə deyim də, məğrur Azərbaycan oğlunun gücünü, qüdrətini göstərə biliblər və Azərbaycan bayrağını siz hər yarışda ucalara qaldıranda bu bir daha Azərbaycanın, belə deyim də, səsini, sorağını dünyaya çatdırmaqdır. Siz də öz səngərinizdə əskər olaraq onlara o, belə deyim də, qələbənizlə məğlub eləyib, o qələbənizlə onlara bir sözünüzü, mesajınızı ünvanlaya bilirsiniz. Biz göz qabağındadır. Biz Dünya Avropa çempionatlarında da dəfələrlə erməni rəqiblərimizlə ringlərə çıxmışıq, siz təxribatlara da orada aparırlar, çalışırlar ki, müəyyən mənada sizə təsir eləsinlər. Bəli, psixoloji cəhətdən də, məsələn, mən Ukraynanın Odessa şəhərində 2006-cı ildə erməni rəqibi ilə düşmüşdüm. O gəlirdi gülə-gülə. Yəni elə biridir ki, bəli, onların üz üstünəm qanındadır onsuz da. Onu çox gözəl biridir ki, onlar necə deyim, kimlərəsə sığınırlar, güvənirlər, amma bugünkü gündə hamı bilir ki, bugün tək qalıblar onlar. Bir də bir məsələ var, bugün maraqlı bir mövzu üzərində söhbət gedir. Musiqinin vətəni, vətənin musiqisi və təbii ki, musiqi elə bir dünyadır ki, sahəsindən asılı olmayaraq hamı musiqini dinləməyi sevir. Hər bir musiqi dünyası var, hər bir musiqi anlayışı var və idmançılar da mənə elə gəlir ki, hazırlıq dövründə müəyyən musiqilərlə köklənirlər və hazırlaşanda hansısa musiqini dinləmək daha xoş olur. Bax, sizin üçün musiqinin vətəni haradan başlayır? Hansı musiqi sizin o vətənpərvərlik ruhunuzu biraz da belə deyim də biz profesional döyüşlərə çıxanda, Dünya Avropa çempionatlarına çıxanda vətənpərvər musiqilərimiz var. Bizim gözəl musiqicəçilərimiz var. Vətənə aid gözəl mahnılar bəstələyiblər, oxuyurlar müğənnilərimizdə və onların musiqiləri altında çıxır. Onlar daha da bizə ruh verir. Mən ilk dəfə 2013-cü ildə mən profesional döyüşə gedəndə məni tək dəvət eləmişdilər. Necə deyim, orada rəqibimin daha da çox azarkeşi var idi. Mən tək idim. Amma orada mən Azərbaycan bayrağını görəndə elə bilim Azərbaycan xalqı mənim yanımdadır. Və Azərbaycan himnini belə məqamlarda səslənəndə, həmin anda Azərbaycan himni səslənəndə o hissləriniz bizim üçün maraqlıdır. Bax, hansı hissləri keçirir bir Azərbaycan oğlu? Necə deyim, biz himnimizi orada səsləndirəndə, dünya çempionatlarında, beynəlxalq arenalarda səsləndirəndə qürur verir də. Bəli, istər-istəməz adam, necə deyim,
insanın özü nasıl deyil, istər-istəməz adamın gözündən yaş axır. Yəni bugün fəxr edirəm ki, mən bu günləri Azərbaycanın övladıyam, Azərbaycan idmançısıyam, bu günləri vətənim üçün xidmət edirəm və yenə də deyirəm, mənim özüm Füzuli rayonundanam, mənim də torpağım erməni tapdağı altındadır. Bugünkü gündə, yəni Allah, 27-sindən döyüşlər başlayanda mən yata bilmirdim. Yəni bugünkü gündə, necə deyim, məşq eləməyə də həvəsim yoxdur bu dəqiqə. Çörəyə də, yemək yeməyə də. Çünki bu dəqiqə fikrimiz oradadır. Diqqətimiz, Bəli, gözümüz, bəli, qulağımız yalnız bəli, ancaq cəbhə televiziya bölgəsinə kanallarındakı görək köklənir. necə oldu, nətər oldu. Və bugünkü gündə deyəndə ki, məsələn, Cəbrayılı tam işğaldan azad olundu, Füzuli rayonunun rayon kətləri işğaldan azad oldu. İstərsiniz, mən yenə deyirəm, dostlarıma da deyirəm, mən tək Füzulidən deyirəm mən. Mən Cəbrayıldanam da, Qubaddanam da, Laçından da, Qarabağlıyam, Azərbaycanlıyam. Bugün hamı Qarabağlıdır, bugün hamı Azərbaycan adına vuruşur. Bəli.